Pulos Həvarinin Tesaloniklilərə yazdığı ikinci məktub. Müqəddəmə. Birinci məktubu kimi bu məktubda da Pulos İsa'nın bu dünyaya təkrar gələcəyindən danışır. Tesalonik məsihlilərin bəziləri o qədər bu mətləbə can atırdılar ki, gündəlik işlərindən əl çəkib həyatlarını atil-batil bir şəkildə keçirdirdilər və beləcə İsa'nın adına hörmətsizlik gətirirdilər. Ona görə də Pulos onları bu məktubda vaqiiyyətlərlə üzbəüz edib anladır ki, həqiqi məsihiyyətdə tənbəlliyə heç yer yoxdur. Fəsil 1. Pulos, Silvanos və Timoteusdan atamız Tarı və Rəbbimiz İsa Məsihdə olan Tesaloniklilərin kilisasına, Ata Tarı və Rəbb İsa Məsihdən sizə feyz və barış olsun. Qardaşlar, biz gərək sizin üçün layiq olan bir şəkildə daim Tarıya şükür edək. Çünki imanınız daha çox artır və bir-birinizə olan məhəbbətiniz daha da çox böyüyür. Bu səbəbdən biz özümüz düşdüyünüz bütün əzablar və zillətlərinizin qabağındakı təhəmmül və imanınızdan ötürü Tarının kilisaları arasında fəxrlə danışırıq. Bu Tarının salih hökmünün əlamətidir. Elə ki, siz Tarının padişahlığına layiq sayılasınız ki, onun üçün də əzab çəkirsiniz. Çünki Tarının yanında əlbəttə ədalət budur ki, sizə zillət çəkdirənlərə zillət çəkdirsin və zillət çəkən sizlərə bizimlə birlikdə rahatlıq yetirsin. O zaman ki, Rəbb İsa bütün qüdrətli mələkləri ilə od alovu içində göydən zahir olacaq və Tarını tanımayan və Rəbbimiz İsa'nın İncilindən itaət etməyənlərə cəza verəcək. Onlar Rəbbin huzurundan və onun qüdrətinin şövkətindən məhrum qalıb əbədi həlakətlə cəzalanacaqlar. Bu, o gündə baş verəcəkdir. O gün ki, Məsih öz müqəddəslərində izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəlir. Çünki sizə verdiyimiz şəhadətə inandınız. Buna görə biz daim sizin üçün dua edirik ki, Tarımız sizi olunduğunuz dəvətə layiq saysın və qüdrətlə yaxşılıq üçün hər cür iştiyaq və imanın işini yerinə yetirsin. Elə ki, Tarımız və Rəbbimiz İsa Məsihin feyzinə görə Rəbbimiz İsa'nın adı sizdə izzətlənsin və siz də onda izzətlənəsiniz. Fəsil 2. İndi qardaşlar, Rəbbimiz İsa Məsihin gəlişi və bizim onun yanında yığılmağımız barədə sizdən xahiş edirik ki, Rəbbin günü çatıb deyən hər hansı bir ruh, bir kəlam və ya güya bizdən gələn bir məktub fikrinizi tez lərzəyə saldırmasın ya da pərişan etməsin. Qoymayın heç kim sizi heç bir nəhvlə aldatsın. Çünki əvvəlcə imandan dönmə zamanı gəlməmiş və həlakət oğulu olan o şəriətsiz adam zuhur etməmiş, o gün gəlməyəcəkdir. O adam hər tarı və ya ibadət edilən şeyə zidd durub özünü ucaldacaq. Elə ki, Tarının məbədində əyləşib özünü tarı kimi göstərəcək. Məgər xatırlamırsınız ki, hələ yanınızda olarkən bu şeyləri sizə deyirdim. Və bilirsiniz ki, ona indi nə mane olur, elə ki, öz vaxtında zühur etsin. Çünki şəriətsizliyin sirri indi belə işlədir. Ancaq ona indi mane olan belə edəcək o zamanacaq ki, aradan qaldırırsın. O zaman o şəriətsiz adam zuhur edəcək və Rəbb onu ağzının nəfəsi ilə öldürüb, gəlişinin zuhuru ilə məhv edəcəkdir. Yəni, o zuhur edən adam şeytanın fəaliyyətinə əsaslanaraq, bütün qüdrət və əlamətlər və yalancı əcaiblərlə və həlak olanların arasında hər cür pisliyin hiləsi ilə gələcəkdir. Çünki həqiqətin məhəbbətini qəbul etmədilər ki, beləcə nicat tapsınlar.
Bu səbəbdən Tanrı onların üstünə səhvə çəkən bir güc göndərəcək ki, yalanlanana inansınlar. Elə ki, həqiqətə inanmayıb pislikdən ləzzət aparanların hamısı mühakiməyə çəkilsinlər. Lakin biz, ey Rəbbin sevgililəri olan qardaşlar, sizə görə gərək həmişə Tanrıya şükür edək. Çünki Tanrı başlanmışdan sizi müqəddəs ruhun təqdisi və həqiqətə olan imanın vasitəsilə nicat üçün seçib. Və bunun üçün idi ki, sizi bizim xoş xəbərimizin vasitəsilə dəvət etdi. Elə ki, Rəbbimiz İsa Məsihin şövkətini qazanasınız. Buna görə qardaşlar, möhkəm durun. O təlimlərə ki, istər söz, istər məktub vəsiləsi ilə bizdən öyrəndiniz, bağlı qalın. Qoy indi İsa Məsihin özü ki, bizi sevib və bizə əbədi təsəlli və feyzi ilə yaxşı ümid verib və atamız Tanrı hər yaxşı əməl və sözdə ürəklərinizə təsəlli verib qüvvətləndirsin. Fəsil 3. Nəhayət qardaşlar, bizim üçün dua edin ki, Rəbbin kəlamı tez yayılsın və sizin aranızda olduğu kimi izzət qazansın. Və biz tərsə və pis adamlardan xilas olaq, çünki hamı iman gətirən deyil. Amma Rəbb vəfalıdır və o sizi qüvvətləndirib şərirdən hifz edəcək. Bizim də Rəbdə sizə etimadımız var ki, sizə dediyimiz əhkamlara əməl edirsiniz və edəcəksiniz də. Qoy Rəbb ürəklərinizi Tanrının məhəbbətinə və Məsihin təhəmmülünə hidayət etsin. İndi qardaşlar, Rəbbimiz İsa Məsihin adında sizə əmr edirik ki, tərbiyəsizliklə gəzən və bizdən aldığınız təlimə mütabiq yaşamayan qardaşdan uzaqlaşın. Çünki siz özünüz bilirsiniz ki, necə bizdən nümunə götürəsiniz. Çünki biz aranızda inzibatsız bir rəftar etmədik. Heç kimin çörəyini də müftə yemədik. Lakin zəhmət və çətinliklə gecə-gündüz işlədik ki, sizin heç birinizə yük olmayaq. Bunun üçün yox ki, güya haqqımız yoxdur, amma onun üçün ki, özümüzü sizə bir nümunə qoyaq və siz bizdən nümunə götürəsiniz. Hətta sizinlə olarkəndə sizə bu əmri verərdik. Hər kəs işləmək istəmir, qoy yeməsin də. Çünki eşidirik ki, sizlərdən bəziləri inzibatsız bir həyat yaşayıb əsla işləmirlər, amma burunlarını hər şeyə soxurlar. Rəbb İsa Məsihdə belə adamlara əmr edib, onları təşviq edirik ki, aramlıqda işləyib öz çörəklərini yesinlər. Amma siz, qardaşlar, yaxşılıq etməkdən yorulmayın. Əgər kimsə bu məktubdakı sözlərimizdən itaət etmir, o adamı nişanlayıb, onunla artıq gəliş-gediş etməyin ki, utansın. Lakin hələ də onu düşmən hesab etməyin. Amma qardaş kimi ona nəsihət verin. Qoy barış Rəbbin özü sizə daim hər vəclə barış əta etsin. Rəbb sizin hamınızla olsun. Mən Pulos bu salamı öz əlimlə yazıram və bu hər məktubda bir nişandır. Mən belə yazıram. Rəbbimiz İsa Məsihin feyzi sizin hamınızla olsun.